Plastik qabların risklərindən bir sujetimiz var. Plastik qablar günümüzün bir reallığıdır. Mümkün qədər onlardan az istifadə etməyə çalışsaq da, amma tamamilə imtina edə bilmirik. Çünki aldığımız marketlərdə aldığımız sular belə o qabların içində saxlanılır. Bəs o riskləri necə önləmək olar? Onların təhlükəsi nədədir? Bu suallara cavab axtarmışıq. Mütləq həmin məhsullar atılmalıdır, istifadə olunmamalıdır. Nəticə etibarilə xərçəngə gətirən kanserogen amillərdir. Gündəlik həyatımızda tez-tez plastik stəkanlardan, çəngəl bıçaqlardan, butulkalardan və bu kimi digər plastik qida qablarından istifadə edirik. Amma bu qabların təhlükəsindən çoxumuz xəbərsizik. Mən adətən şüşə qabda aparıram, şüşə saxlama qabları bir neçə mərtəbə onlardan istifadə edirəm. Plastikdən mən də maksimum qaçıram. Ümumiyyətlə plastik qablardan çox az istifadə edirik. Evdə məsəl üçün mikrodalğalı sobalarda yemək qızdıranda çalışırıq ki, şüşə qablarda yeməyi qızdıraq. Plastik qabdan istifadə eləmirəm. Mən nə yalan deyim, eşitdiyimə görə də ziyandır. İşə nəsə yemək aparanda şüşə qabdan istifadə edirəm. Çünki zərərli olduğunu bilirim. Onkoloq Pərvanə Rüstəmova bildirir ki, plastik materiallar həssas təbəqəyə daha çox təsir göstərir. Plastik məhsulların məhz özü olmasa da, onun tərkibindən ayrılan xüsusi maddələr nəticə etibarilə xərçəngə gətirən kanserogen amillərdir. Az yaşlı, hamilə qadın, bətnində döl inkişaf edən anada, inkişaf prosesində inkişaf edən orqanizmə kanserogen amilin təsiri daha yüksəkdir. Zəruri olduqda plastik məhsul alarkən onların üzərində qeyd olunan rəqəmlərə və istifadə qaydalarına diqqət yetirilməlidir. Ümumiyyətlə, məişətimizə daxil etdiyimiz plastikləri seçməliyik. Onların bir kodlaşması var da, ən təhlükəli olan 3-6-nı ümumiyyətlə daxil etməməliyik. Digər 1, 2, 4, 5 kodunda olanları istifadə etdiyimiz zaman məhz mikrodalğalı sobada nəyisə qızdıracaqsa, orada qeyd var, microwave safe, yəni mikrodalğada istifadəsi təhlükəsizdir. Məhsulu qorumaq üçün saxlama qabları köməyimizə çatır. Lakin saxlama şəraitini unutmamalı, qabları nə çox istiyə, nə də çox soyuğa məruz qoymamalıyıq. Plastik qablaşmada olan suları xüsusilə günəş şüası altında, günəşlə birbaşa təmas edəcək şəkildə saxlanılmamalıdır. Əksinə, rütubəti uyğun, otaq temperaturunda və qapalı yerdə saxlanılmalıdır. Plastik məhsullarda həm mikrodalğalı sobalarda, həm ümumi qızdırma prosesində yerinə yetirilməməlidir. Unutmayaq ki, bu qablaşma materialı məhsulu sadəcə müvəqqəti olaraq saxlanması və rahat şəkildə daşınması, eyni zamanda tamlığın qorunması üçündür. Həmçinin hazır konservləşdirilmiş məhsullarda son istifadə tarixi keçməsə belə, görünüşünə diqqət yetirməklə onun istifadəyə yararlı olub-olmadığını müəyyən etmək mümkündür. İstehsalda qida məhsulunda bambajlar və yaxud qabarmalar və yaxud qablaşma materialı tamlığın pozulması, bu kimi hadisələr baş verdikdə mütləq həmin məhsullar atılmalıdır, istifadə olunmamalıdır. Mütəxəssislər bildirirlər ki, həm sağlamlığımızı, həm də ətraf mühitin mühafizəsini nəzərə alaraq plastik qablar və polietilen torbalar əvəzinə parça, şüşə kimi alternativ qablara üstünlük verilməlidir. Mütəxəssislərin tövsiyələrinə diqqətlə qulaq asmaq və əməl etməkdə fayda var. Çünki onlar həqiqətən də bu materialın təhlükəsindən sizə xəbər verdilər. Necə saxla, xüsusilə o plastik qablarda olan su butulkaları ki var, onlar günəş şüasına məruz qaldıqda ciddi xəstəliklər yaratma ehtimalı da olur. Bəzən olur, avtomobildə məsələn qalır o su qabları, içində su, günün altında, qətiyyən o suları içmək olmaz.